Hər kəsə salam. 1 stəkan vermişli 100 qram çörək yağında yantar rəngində olana kimi qovurub, üzərinə 1 stəkan nişastası gedənə kimi təmiz-təmiz yuyulub, suyu süzülmüş düyünü əlavə edib 2 dəqiqə qovururam. 2 stəkan yarım qaynar su və yarım xörək qaşığı duz əlavə edib qarışdırıb, az istilikdə dəmə qoyuram. $60 qram çörək yağında 2 ədəd kiçik xırda doğranmış soğanı qovururam. Üzərinə 500 qram yağlı qiymə əlavə edib yenidən qovururam. 1 ədəd balqar bibəri və 3 ədəd kiçik ölçülü pomidoru rondoda çəkirəm. Qovrulmuş ət və soğanın üzərinə damaq dadına görə duz, istiyot, sarı kök və pul biber və çəkilmiş tərəvəzləri əlavə edib qarışdırıb yağa düşənə kimi bişirirəm. Növbəti videolarda görüşənə kimi sağ olun, sağlıqla qalın.